asın ey cəmaət, belədir bizim rəvayət. Bekarçılıq aləmi, həm kefi var, həm qəmi. Biz 2 nəfər bekardıq, nahara qədər yatardıq. Gündə nahardan sonra durub düşərdik yola. Metirləyib yolları, xərcləyirdik pulları. Fikri xəyal az idi, keyfimizdə saz idi. Bir müddət belə keçdi, pis gün gəldi yetişdi. Tutardı pulla para, oldu bəxtimiz qara. Atdı bizi dost tanış, tutdu döşəklə balış. Gecə gündüz yatırdıq, yuxunu yuxuya qatırdıq. Zaman ki dolmaz belə, xaloğlu olmaz belə. Gərək bir fikr eyliyək, neynəmiyək, neyniyək. Əbülfəzat divarı, bir iş axtaraq barı. Agəhlər çox idi, amma bizə iş yox idi. Libas furuşəndəsi, İsnəpin ranəndəsi, ya da ki taksi telefonu.